Bir ailədə kişi ailə başçısı olmasın. Fikir vermişsiniz, qərb dəyərlərinin ən çox hədəf aldığı məsələlərdən biri kişinin ailə başçısı olmasıdır. Dinləyə görə. Kişiyə deyirsən ki, başçı. Kişi neyini? Kişi başlayır o hakimiyyətindən ailədə sui-istifadə edib zülm eləməyə. Ondan sonra deyir ki, qanunlar düzəldək ki, kişi ailədə, məsələn, uşağına qışqırdı, zəng eləsin polisə, gəlib tutub aparsınlar. Həyat yoldaşına nəsə dedi, başqa əlac yoxdur. Kişi ki, özünü başçı kimi hesab elədirsə, onda mütləq qüdrət onu xarab eləyəcək. Bilirsən, niyə qüdrət sənin düzənində insanları xarab eləyir? Çünki sən insana belə tərif vermisən ki, insan insanın canavarıdır. Bu qərb mütəfəkkirlərindən birinin fikridir. Müqavilə nəzəriyyəsinin banilərindən biridir ki, insan insanın canavarıdır və o canavarı cilovlamaq üçün müqavilə olmalıdır. Müqavilə yəni qanun, cəmiyyətdə qanun, demirəm ki, qanun olmamalıdır. Yəni hər şeyi qanun həll eləməlidir, bunu demək istəyir. Sözümüz budur ki, sən elə düzən yarat ki, adam yırtıcı olmasın ki, onu sonra təzədən cilovlamaq üçün 100 dənə qanun fikirləşəsən. Sən özün yırtıcı eləyirsən bu adamı, adını canavar qoyursan, sonra deyirsən ki, canavarı da gərək cəza ilə nəzarətdə saxlayasan. Sən elə bir düzən yarat ki, adam canavar olmasın, adam olsun. Allahın peyğəmbərləri bunu deyir. Deyir, adam adamdır. Adam kimi rəftar eləyək. Əvvəl özünü inandıraq ki, sən adamsan, canavar deyilsən. Sənin içində bir yırtıcı yön var, vəli var, amma sən ondan ibarət deyilsən. O bir yöndür, sənin içində var. Əl qolun açsın, bəli, canavarın atasına rəhmətdir sənə baxanda. Canavarın atasına gəlir rəhmət oxuyaq. Amma sən canavar deyilsən mahiyyət etibarı ilə.